İkinci hissə: Allaha sevgi, Allahdan qorxu. Bir öncəki hissədə Allahın bizə nələri çatdırmaq istədiyi haqqında qısa xülasə keçdik. Bu, ibtidai bilişlərin formalaşması üçün kifayət edər. Bu mövzuda isə Allahı necə sevməliyik sualına cavab tapmağa çalışacağıq. Bir çoxumuz Allahı hormonlarla sevməyi düşünə bilər. Bu normaldır. Çünki sevgi anlayışı dövrümüzdə o qədər sadələşib ki, ani hormonal dəyişikliklər də sevgi adlandıra bilirik. Lakin biz Allahı da hormonlarımızla sevə bilərikmi? Başlanğıc üçün mümkündür ki, hormonal dəyişikliklər baş versin. Sonrakı mərhələlərdə isə bu kimyəvi dəyişikliklərdən əsər əlamət qalmayacaq. İlk öncə insanda sevgi hissləri zamanı hansı kimyəvi dəyişikliklər baş verir, onlara baxaq. Ananın övladına olan sevgisindən qucaqlaşmaya kimi oksitosin ifrazı artır. Adrenalin və noradrenalin isə ürək döyüntüsünü sürətləndirərək, məsələn, ovuzları tərlədir. Həmçinin xoşbəxt hiss etmək üçün və romantik hisslərin yaranması üçün də serotonin artır. Dopamin isə sevgi anında mükafat almaq hissini ortaya çıxarmaq üçün, həmçinin xoşbəxt olmaq üçün artır. Bu halları Allaha olan sevgi ilə müqayisə etdikdə ortaya belə bir nəticə çıxır. Təcrübələr onu göstərir ki, sevgi üzərində qurulmuş uzun müddətli evliliklərin 3-5-ci illərində qarşıdakı insana qarşı ilk günlərdəki hormonal dəyişikliklər səbəbindən yaranan hissləri yaşamırsan. Bu bağ sadəcə asılılıqdan ibarət olur. Buna öyrəşmək də demək olar ki, kobud dildə təsvir etsək, elektrik açarı qapıdan girəndə sağdadırsa, 3 il sonra onu sola keçirdikdə içimizdə bir boşluq hissi yaranır. Bir neçə ay o açarı orada axtarmağa davam edirik. Bu insani sevgi də demək olar ki, bunun kimidir. Sonu bağlılıqla nəticələnir. Lakin Allaha sevgi isə bu qədər bəsit deyil. Yuxarıdakıların olması üçün əgər beyin qüsurlarınız və ya psixoloji problemləriniz yoxdursa, görməli, eşitməli, hiss etməlisiniz. Yalnız o zaman hissləriniz oyanıb sevgini yaşaya bilərsiniz. Allahı isə görmədiyimiz, duymadığımız, eşitmədiyimiz, qısacası hiss etmədiyimiz halda necə sevə bilərik? Bu sualın ortaya çıxması artıq Allaha ehtiyacımızın ortaya çıxması deməkdir. Yuxarıda sadaladığım duyğu orqanlarımızın iştirakı olmadan, hormonal dəyişikliklər yaranmadan, sonra bağlılığa çevrilmədən Allahı sevə bilməyimiz ona olan ehtiyacımızdan doğur. Əgər bir şeyə ehtiyacımız varsa, onu sevirik. Ehtiyac sevgi gətirir. Xahiş edirəm, dediyim sevgini əks cinsə qarşı olan sevgi ilə səhv salmayın. İlahi sevgidən söhbət gedir. Ehtiyacın varlığı o şeyin varlığını gətirdiyi kimi, necə ki, bu belə Allahın varlığının dəlillərindən biridir. Sevgini də özü ilə birgə gətirir. Bir şeyi sevməsək, ona ehtiyac da duymarıq. Ya da bir şey bizi xoşbəxt edəcəksə, o şeyə çatmaqla rahatlaşacağıqsa, bu elə onu sevdiyimiz mənasına gəlir. Beləcə o şeyə ehtiyacımız da ortaya çıxır. Beləliklə görürük ki, bütün sevgilər ehtiyacdan doğur. Həmçinin bütün ehtiyaclar da sevgidən doğur. Bu möhtaclıq da bizi Allahı sevməyə vadar edir. Bu sevgi isə necə olmalıdır? Gəlin onu araşdıraq. Allaha sevgi insana sevgi kimi başlaya bilər. Tanımayan üçün bu sevgidən qorxu yoxdur. Lakin araşdırmadan davam edərsə, zamanla bu sevgi sönəcək, yerinə isə doldurulmayan dərin bir boşluq saxlayacaq. Allaha sevginin fəlsəfəsini dərk etmədən sevgi bəsləmək qısa müddət xoşbəxtlik gətirsə də, növbəti mərhələlərdə dinsizliyə kimi insanı apara bilər və Allah qorusun, bunun cəzası çox ağır ola bilər. Həqiqi sevgini tapmaq üçün etməli olduğumuz şey isə Allahı ilk öncə duymaqdır. Çünki sevginin varlığı onun duyulmasında cəmlənir. Biz Allahı müxtəlif yerlərdə hiss edə bilərik. Onun bizə rəhmət olaraq endirdiyi yağışda, tozlanma üçün göndərdiyi küləkdə və ya istidən günəşdə hiss edə bilərik. Sərin mehin hər səhər üzümüzə toxunuşunda Allahın sevgi toxunuşlarını hiss edə bilərik. Görmək üçün isə gözə deyil, qəlbimizə ehtiyacımız var. Allahı görməyə gözlər kifayət deyil. Onu yalnız qəlb gözü ilə görə bilərik. Eşitmək üçün isə Qur'ana nəzər salmaq kifayətdir. Onun sözlərinin məlahətini duymaq elə sevginin cüzərməsinə gətirib çıxaracaq. Allahı bu sevgilərlə başlanğıcda sevmək mümkündür. Elm kamilləşdikdə isə onu elmi ilə sevməyə başlayar, çiçəyə, çəmənə ehtiyac duymarıq. Bizi əhatə edən bütün aləmdə onun toxunuşları var. Görmək istəyənə bir milçəyin qanadları belə kifayət edər, sevmək istəyənə çiçəyin ətri də. Eşitmək istəyənə quşların səsi də, toxunmaq istəyənə torpağın istiliyidir.
Bunları Allahın varlığını sübut etmək üçün dediyimi düşünürsünüzsə, yanılırsınız. Çünki Allahın sübuta ehtiyacı yoxdur. O əzəldən bəri var. Bəs əzəl nədir? Əzəl başlanğıcı olmayan, zamandan və nəticə etibarilə məkandan təcrid yerdir. Üç ölçülü dünyada onu təsvir etmək mümkün deyil. Mümkün olsaydı, dərk etmək mümkün olmazdı. Çünki düz xətt üzrə və ya bəzi nəzəriyyələrə əsasən əyrilər üzrə axan zamanın var olduğu bir məkanda yaşayaraq, məkansız, zamansız və ya zamanın üstündə bir mühiti təsvir etmək çətindir, mümkünsüzdür. Dilimizdə adətən sonu olmayan kimi istifadə edilsə də, bu yanlışdır. Əzəli başlanğıcı olmayan, yəni zamandan da əvvəl var olan, keçmişdən də əvvəl olmuş olan və yaradılmamış olandır. Bir də əbədi var. Əbəd isə sonu olmayan, zamandan sonra da var olandır. Zaman bitdikdə, saat tamamlandıqda, varlıqlar öldükdə, kainat məhv olduqda var olan Allah odur. Əbədi və əzəli Allah dedikdə sonu və əvvəli olmayan nəzərdə tutulur. Belə ki, əzəl və əbəd nöqtələri bütün zamanın, əvvəlinin və sonunun göründüyü yerdir. Ki, o yerləri düz xətt kimi deyil, şüa kimi təsəvvür edə bilərik, riyaziyyat termini ilə. Çünki nə başlanğıcı, nə də sonu var. Ondan aşağıda isə zaman var. Necə ki, düz müstəvinin üstünə tuşlanmış güzgünü yuxarı qaldırdıqda həmin müstəvinin əvvəli və sonu görünməyə başlayır. Bunu da elə təsvir etmək düzgün olmasa da mümkündür. O yerdə ki, Allah yerləşir, təbii ki, ora bir yer deyil, bir məkan deyil. Oradan uca Allah həm başlanğıcı, həm də sonu görür. Beləliklə, qeybin sahibi odur. Allaha sevgi də onun şanının ucalığından qaynaqlanmalıdır. Onu nə qədər uca tutsaq, bir o qədər ona qarşı rəğbət hissimiz formalaşar və bununla yanaşı şanı uca olandan həm qorxar, həm də onu sevərik. Allaha sevgi, əvvəldə dediyim kimi, qorxu ilə yanaşı olsa gözəldir. Övladın valideyninə olan sevgisi, səsini ucaldarkənsə, ondan qorxusu sevgisindəndir. El içində istifadə edilən uman yerdən inciyərlər termini də burada misal çəkmək olar. Bunu sizə daha aydın izah etməyə çalışacağam. İnsan sevdiyindən qorxmaz deyə düşünürsünüzsə, haqlısınız. Lakin bu sözün fəlsəfəsini anlamaq lazımdır. Sevdiyindən qorxmaq deyil, sevdiyinin onu sevməməsindən qorxmaqdır bu. Bizim Allahdan qorxumuz da onun özündən deyil, onun bizə qəzəbindən qorxmağımızdır. Qəzəbdən qorxmaq özündən qorxmaq deyil. Özünü sevdiyimizin özündən olanından, yəni bizi sevməməsindən olan qorxudur. Yəni onun bizdən üz döndərməsindən, bizi bəndəsi kimi görməməsindən qorxudur. Yoxsa Allahın mömin bəndələrinə heç bir qorxu sifəti yoxdur. Amma təkidlə buyurur ki, Quranda Allahdan qorxun. Allah qorxulu varlıq, o varlıq deyil, varlıqları yaradandır. Anlaşılan olması üçün bu sözdən istifadə edilir. Allah qorxulu varlıq olsaydı, o zaman o 114 dəfə bağışlayan və mərhəmətli olduğunu buyurmazdı. Həm də hər surənin əvvəlində, Tövbə surəsi istisna olmaqla. Lakin bu sözlər bizim üçün artıq adiləşib deyə, məsələn, surələrin əvvəlindəki Bismillahirrahmanirrahim sözünü artıq çox da önəmsəmirik. Allaha qarşı hüsn-i zənn formalaşarsa, bu axirət həyatımızın gözəlləşməyinə gətirib çıxaracaq. Allah onu gözəl sifətləri ilə sevməyimizi təkidlə bizdən istəyir. Sanki ata obrazı yer üzərində bu sevgiyə bir misaldır. Övladına sevgini zahirdə az göstərsə də, içində onun üçün canından keçməyə hazırdır. Taxtadan düzəltdiyimiz əşyanı belə seviriksə, Allah insan yaradıb, onu necə sevməyə bilər? Bizim sevgimiz də Allahın bizi sevməyindən qaynaqlanır. Əgər iki nəfər bir-birini sevirsə, onlardan biri öncə digərinə sevgisini hiss elətdirir. Daha sonra digəri onu sevməyə başlayır. Biz də Allahı sevmək istəyiriksə, ilk öncə onun bizə olan sevgisinə baxmalı, daha sonra o eşqin alovları qəlbimizdə şöhlələnməlidir. Ona sevgimiz, ondan olduğu halda onu düzgün sevmiş olarıq. Çünki ilk sevən odur, bizi dəvət edən, səsləyən, onu axtarmağımızı bizə əmr edən və bu yolda bizə işarələr verən odur. Biz isə onun sevgisinə qarşılıq verib, onun bizi sevməməsindən qorxmalıyıq. Dünya həyatında isə o bizi daim sevəcək və bizdən cavab gözləyəcək. Əgər cavab verməsək, bu sevgiyə axirətdə qəzəbini görmüş olacaq. Əgər dünyada sevsək,
onu itirməkdən qorxacağam. Beləliklə, bizdə Allahdan qorxu da formalaşmış olacaq.